Bu dəfəki qəhrəmanlarımız bilikləri və əzmləri ilə seçilən 3 gənc məktəblilərdir. Biləsuvar rayonunun Amankənd kəndində yerləşən Amankənd Tam Orta Məktəbinin şagirdləri Tahirə Əlizadə, Fatimə Əlizadə və Nərmin Əlizadə Respublika Fən Olimpiadasının final mərhələsinə vəsiqə qazanaraq məktəblərinin və rayonlarının adını uğurla təmsil ediblər. Soyadları eyni olsa da Tahirə və Fatimə bacıdırlar. Fatimə 9-cu sinifdə təhsil alır. Tahirə və Nərmin isə 11-ci sinif şagirdləridir. Onları birləşdirən əsas amil isə elmə olan böyük maraq və qarşılarına qoyduqları məqsəddir. Şagirdlər öz istəkləri və təşəbbüsləri ilə Respublika Fən Olimpiadasına qatılaraq ciddi hazırlıq mərhələsindən keçib və finala qədər yüksəlməyi bacarıblar. Bu uğurun arxasında yalnız onların zəhməti deyil, müəllimlərinin əməyi və valideynlərinin dəstəyi də mühüm rol oynayıb. Müəllimlərinin sözlərinə görə qızlar dərslərə yüksək davamiyyət göstərir, daim öz üzərlərində çalışır və öyrənməyə böyük həvəs nümayiş etdirirlər. Təhsildə uğur qazansalar da onlar yalnız dərslə kifayətlənmirlər. Boş vaxtlarını sevdikləri məşğuliyyətlərə də ayırırlar. Tahirə musiqi ilə məşğul olur, Fatimə futbola maraq göstərir, Nərmin isə şahmat oynamağı sevir. Gənc olimpiyadaçıların ən böyük arzusu ali məktəbə daxil olmaq, seçdikləri ixtisas üzrə peşəkar mütəxəssis kimi yetişmək və gələcəkdə ölkəmizə layiqincə xidmət etməkdir. Onların uğur hekayəsi bir daha göstərir ki, məqsəd, zəhmət və inam bir araya gələndə böyük nailiyyətlər qaçılmaz olur.